Yəni yaradan, ruzu verən, dirildən, öldürən, idarə edən, qoruyan, hökm edən yalnız odursa, deməli, İyyəkə nəstəin, biz yalnız səndən istəyirik. Birbaşa səndən istəyirik. Aramıza heç kimsəni vasitə qoymuruq. Ona görə bu surədə bütün Allaha ibadətin hamısı nədir? Əks olunub. Ona görə bu surə önəmlidir, dəyərlidir. Sonra deyirsən, Rabbul Aləmin. Yəni, tək sən deyilsən, Allah nə qədər yaratdıqları var. Görün, Allah nələr yaradıb. Kainat, bir başını qaldır, bir bax. Gör, Rəbbin nələrə qadirdir. O səmaları dirəksiz yaratdı. Ona görə, həmçinin İyyəkə nəstəin, yəni səndən yardım diləyirik. Sənin köməyinə sığınırıq. Ümid tükənəndə yardım edən sənsən. Qəm-kədər bürüdükdə cabbar yardım edən sənsən. Qorxu yaxaladığı isə sənsən bizimlə. İyyəkə nəstəin. Bu ayə sırf ibadətin əsasını təşkil edir.